Nə Qəzzədə İsrailin apardığı mübarizə İslam dünyasına qarşı idi, nə də İranda. Gəlin bunları doğrudan da bir-birindən fərqləndirməyi bacaraq. Əvvəla Qəzzədə müharibəni kim başladı? Həmas. İsrailə basqın elədi, yüzlərlə insanı öldürdü, əsir götürdü və s. Ondan sonra da bu qanlı mübarizə, müharibə başladı. Düzdürmü? İndi adını kim nə qoyur qoysun. Bu belə başladı da. Yəni əsas yaranı kim vurdusa, odur günahkar. Qəzzədə baş verən hadisələr İslam dünyasına qarşı idisə, bəs İslam dünyası niyə susurdu? Niyə susurlar? İndi də susurlar. İndi də susurdu. Və İranda da həmçinin. İranda İsrail-İran müharibəsi getmir. İsrail molla hakimiyyəti müharibəsi gedir. Allaha hizb partiya quran adamlara qarşı mübarizə gedir. Mən dəfələrlə demişəm, Hizbullah nə deməkdir? Hizb partiya deməkdir. Allahın partiyası. Estağfurullah, Allah Teala'nın partiyası mı olar? Bu küfr deyilmi? Nə vaxt yaradıb, necə yaradıb? Bu cinayət, xəyanət deyilmi? Bu anti-İslam bir hərəkət deyilmi? Və dini şəxsiyyətlərin adına terrorçu silahlı dəstələr yaratmaq. Bəli. Bunun da arxasıca təbii ki, həmən o partiyanı, dırnaq arası partiyanı, hizbi yaradanlara qarşı bir mübarizə gedir. Bugün əsas mübarizə İranda xalqla deyil, İrana qarşı deyil, sırf o ideologiyaya qarşıdır. Yəni istəyirəm bu belə görünsün. Evet. Bu İslam dünyasının İsraillə müharibəsi deyil. Bəs onda İslam dünyası da bu müharibəyə cəlb olunardı. Amma bugün Xamneyi deyəndə ki, İslam dünyası birləşsin, hamı gülür. Çünki bəs İslam dünyasını sən sevirdinsə, Qarabağda niyə susmuşdun?